Dostlar, hamınızı xoş gördük. Bugün sizinlə birlikdə 4-cü sinif riyaziyyat iş dəftərindən səhifə 34 və 35-də olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və like atmayı unutmayın. Gəlin başlayaq. 4 rəqəmli ədədin bir rəqəmli ədədə bölünməsi. Bölmə əməlini yerinə yetir. Cavabın doğruluğunu yoxla. 8426 bölünsün 2. 8'i 2'ye 4, 4'ü 2'ye 8'de 8'den 8 0. 0 bölünmür 2'ye 4'ü getiririk. 4'ü 2, 2, 2, 2'ye 4, 4'ten 4 0. Sonra 2'yi getiririk. 2'ni 2'ye 1, 1'i 2'ye 2, 2'den 2 0. Sonra 6'nı getiririk. 6'nı 2'ye 3, 3'ü 2, 6, 6'dan da 6 0. Cevap elədi 4213. Onu da vururuq 2-yə 8426 yoxladıq. Deməli, həqiqətən də cavab doğrudur. 1293 bölünsün 3. Onu biri 3'e bölə bilmirik 12'ni 3'e bölürük. 12 bölünsün 3 eləyir 4. 4'ü 3'e 12. 12'de 12 0. Sonra 9'u getiririk. 9'u 3'e 3. 3'ü 3'e 9. 9'dan 9 0. 0 bölünmür 3 gəlir. 3'ü 3'e 1. 1'i 3'e 3. 3'den 3 0. Cavab elədik 431. Vurulsun 3 eləyir 1293. Doğrudan da cavab doğrudur. 1024'ü 4'e böləndə 1 bölünmür, onu 4'e bölür eləyir 2, 2'ni 4'e 8, 8'e 10'a 8, 2, 2 bölünmür, o digər 2 də gəlir, 2, 22'ni 4'e bölür edir 5, 5'i 4'e 20, 22'den 22, o da 4, 24, 24'ten 4, 6, 6'dan 4, 24, 24, 24, 0. 256, 256 vurulsun 4 eləyir 1024. Cavabın doğruluğunu yoxladıq. Sonra 2118 bölünsün 6. 21'i 6'ya bölürük 3, 3'ü 6'ya 18, 21'den 18, 33, 1 gəlir, 31'i 6'ya 5, 5'i 6'ya 30, 31'den 31, o da 8, 18, 18'i 6'ya bölürük 3, 3'ü 6'ya 18, 18, 18, 0 cavab elədi 353, onu da vururuq 6 eləyir 2118. 9960 bölünsün 8, 9 8'e 1, 1 8'e 8, 8'den 8 0. Yani 1, 1, o da 9, 2, 2, 2, 8, 16, 19'dan 16, 3, o da 6, 36, 36'dan 8, 4, 30, 36'dan 32, 4, 0 gəlir. 40'ı 8'e 5, 5'i 8'e 40. 40'dan 40, 0. 1245 vurulsun 8, eləyir 9960. Digərində 2145 bölünsün 6. 21'i 5'e bölürük 4, 4'ü 5'e 20. 21'den 21, o da 4, 14. 14'ü 5'e 2, vururuq 5'e 2'ni eləyir 10. 14'ten 10 eləyir 4, o da 5, 45. 45'i 5'e bölürük 9, 9'u 5'e 45, 45'ten 45 eləyir 0. 429'u da 5'e vururuq, eləyir 2145. Qisməti şifahi tapın. 3000 3'e 1000, 2000'i 4'e 500, 2800'ü 7'ye 400, 1500'ü 5'e 300, 3600'ü 6'ya 600, 6000'i 2'ye 3000, 4000'i 8'e 500, 8100'ü 9'a 900. Məchullu şifahi tapın. 200 bölünsün. Aha, 200'ü 2'ye bölürük 100. 200 bölünsün 100 eləyir 2. Sonra bölünsün, x bölünsün. Deyək, buradakı xanalar x deyək. X bölünsün 4 eləyir 600. 600'ü 4'ü 2400. 2400 bölünsün 4 eləyir 600. 2500 bölünsün x eləyir 5. 2500 bölünsün 5 eləyir 500. Sonra digərində x bölünsün 3 eləyir 900. 900'ü 3'e 2700. 900'ü bölürük x eləyir 9. 900'ü 9'a bölürük eləyir 100. 5'i digərində x bölünsün 5 eləyir 200. 200'ü 5'e 1000. 2400'ü bölürük x eləyir 8. 8'i 2400'ü bölürük 8 eləyir 300. Sonra x bölünsün 7 eləyir 700. 700'ü 7'ye 4900.
4 qalıqlı bölməni yerinə yetir, cavabın doğruluğunu yoxla. 7954 bölünsün 7. 7-ni 7-yə 1, 1-i 7-yə 7, 7-dən 7 0 o da 9 gəlir. 9 7-yə 1, 1-i 7-yə 7, 9-da 7 2, orada 5 gəlir. 25-i 7-yə 3, 3-ü 7-yə 21, 25-i 21 4, o da 4 44, 44-dən 7 6, 6-nı 7-yə 42. 44-dən 42 eləyir 2. Cavab 1136 qalıq 2. Yoxlayırıq. 1136 vurulsun 7, 7952, 7952 üstəlik 2, 7954. 4258-i 5-ə böləndə 42-ni 5-ə 8, 8-i 5-ə 40, 42-dən 42, 2-ni 25-i 5-ə 5, 5-i 5-ə 25, 25-də 25 0, o da 8, 8-dən 5-ə 8-i 5-ə 1, 1-i 5-ə 8, 8-dən 5, 3. 851-i vururuq 5-ə 4255, 4255-in də üstünə 4258-i gəlirik. Yəni üstünə 3 gəlirik, 4258, 800 cavab verəli 851, qalığı isə 3. 8603 bölünsün 4. 8 4'e 2, 2'nin 4'e 8, 8'den 8, 0 o da 6, 6'nın 4'e 1, 1'i 4'e 4, 6'dan 4 eləyir 2, sonra 0 gəlir, 20'ni 4'e 5, 5'i 4'e 20, 20'de 20, 0 oradaki 3 qaldı, yəni orada 3 gətiririk, yerinə isə 0 yazırıq. 2150 vurulsun 4 eləyir 8600, 8600 3, 8603. Cavab eləyir 2150, qalır isə 3. 6123 bölünsün 6. 6 bölünsün 6 1. 1'i 6'ya 6. 1'i 6'ya 6. 6'dan 6 0 o da 1. 1 bölünmür 2 gəlir. Yerine de 0 yazırıq çünki 2 ədəd gətirmişik. Sonra 12'ni 6'ya 2, 2'ni 6'ya 12, 12'də 12 3, 3 6'ya bölünmür, yerine 0 yazılır. 1020'ni 6'ya vururuq, 6120, 6120'nin üstüne 3 gəlir, 6123, 1020 qalırsa 3. Keçək səhifə 35-ə. Əgsaha modelini istifadə etməklə boş yerlərə uyğun ədədləri yaz və qisməti tap. Aha. 4653 bölünsün 3. Deməli, 3000-i 3-ə bölürük 1000, 1500-ü 3-ə bölürük 500, 1150-ni 3-ə 50, 3-ü 3-ə 1. Deməli, üzərlərində də cavabları yazdıq. Deməli, 4653 bölünsün 3 bərabərdir 3000 bölünsün 3 üstəyər 1500 bölünsün 3 üstəyər 150 bölünsün 3 üstəyər 3 bölünsün 3 eləyir 1000 üstəyər 500 üstəyər 50 üstəyər 1 eləyir 1551. Cavab 1551. 6 bölüm əlamətlərinə görə əməllərin qalıqlı əməllərini müəyyən et və haşiyyə al. Qalıqsız bölmə əməllərini müəyyən et və haşiyyə al. Qalıqlı bölməni yerinə yetir və cavabın doğruluğunu yoxla. Aha, deməli 1120 1126 bölünsün 3. Bu qalıqlı bölmədir. Baxaq birinci. Deməli 1'in üstünə 1, 2, 2'nin üstünə 2, 4, 4'ün üstünə 6, 10, 10 3'ə bölünmür. Deməli, bu qalıqlı bölünəcək. 1255 5'ə bölünür, sonra 5'dir. 2138 2'yə bölünür, cüt ədəddir. 7126 3'ə baxaq bölünür, ya bölünmür. 7'nin üstünə 1, 8. 7'nin üstünə 1, 8. Sonra 7, 8'in üstünə 2, 10. 16 3'ə bölünür. Neçə edir? 8. 16 3'ə böləndə yox. Xeyr, 16 3'ə bölünmür. 16 3'ə bölünmür. Deməli, bu da qalıqlı bölünəcək. 4146 5'ə.
Bu qalıqlı bölünəcək. Sonra nə ödədim? Sonra 5555 2'ye qalıqlı bölünəcək. Çünki cüt ədəd deyil. 6297 3'ə baxaq qalıqlı bölünür ya qalıqsız. 6'ın üstü 2 8. 8'in üstünə 9 17. Sonra baxaq. Bir dəqiqə. Baxaq. 17'nin də baxaq. Hə. 17'nin də üstünə 7 gəlirik. Eləyir. Eləyir 24. Sonra 8235'ə qalıqsız bölünəcək. Çünki sonu 0'dır. Baxaq. Deməli, birinci 1126'nı 3'ə bölək. 11'i 3'ə 3, 3'ü 3'ə 9, 11'dən 9 2, o da 2 gəlir. 22'ni 3'ə 7, 7'ni 3'ə 21, 22'de 21, 16, 16'dan da 15. Bir dəqiqə. 15 edir 1. Sonra da yoxlayaq. 375'i 7 375 3'e vuran 1125. 1125'in de üstüne 1 1126. Sonra bunu 7126'nı 3'e böler yazıyor ki. Yani 7'ni 3'e 2, 2'ni 3'e 6, 7'den 6 1, 1 o da 1. Sonra yine 350 11'i 3'e 3, 3 3'e 3 3'e 9 yani 9 sonra 2 11'den 3 2 11'den 9 2 sonra 22'ni 3'e 7 7'nin 3'e 21 21'den o 21 22'den 21 o da 6 16 16'dan da 5 1 2375'e vururuq 3'e 7125 7125 değil 1 7126. Yeti bölməmələrin yerinə yetir qal və qalğı top bölünən hansı ədədə əlavə edib yaxud çıxdıqda alınan ədəd bölünənə qalıqsız bölünər uyğun ədədə tap və yoxla. 4823 bölünsün 6. 48 bölünsün 6 8 8 6'ya 48 48'den 48 0 o da 2 gəlir. 2 bölünmür 3 gəlir. 23'ü 6'ya bölürük 3 3'ü 6'ya 18 23'də 18 eləyir 5 5 də qalıqdır. Ancaq biz 2 ədədi bayaq gətirdik 2'ni də 3'ü də ona görə də onluğa 0 yazdıq. 4823'ün üstüne 1 gəlir. 4824 edir. 4824'ü 6'ya böləndə yəni 48'i 6'ya bölürük 8 8 6'ya 48 48'den 48 0 sonra 2'yi gətirir 2 bölünmür yəni 0 yazırıq. Sonra 4'ü gətirir 24'ü 6'ya 4 4'ü 6'ya 24 24 24 0 gördünüz ki qalıq qalmadı. 1398'i 7'ye böləndə 13'ü 7'ye 1, 1 7 7, 7'de 13'ten 7 6, sonra 9 gəlir 16, 69'u 7'ye 9, 9 7'ye 63, 69'da 63, 68, 68 7'ye 9, 9 7'ye 63, 68'de 63, 5, qalıq 5. Deməli 1398 üstü 2 1400 1400'ü 7'ye böleyinde 14'ü 7'ye 2 2 7'ye 14 14 14 0 kalanları da 0 yazırıq. 2'den 0 yani. Cevap edir 200. Neydi? Aha.
Neçədə idi? 8-də. Proqramçı qiyməti 3995 manat olan kompüteri almaq istəyir. İşlədiyi şirkət ona hər saat üçün 8 manat ödəyir. Proqramçı lazım olan pulu toplamaq üçün ən azı neçə saat işləməlidir? 3995 8-ə böləndə eləyəcək. Yəni 39 8-də 4 4 8 32 39 32 7. O da 9 79 8-də 9 9 8 72 79 72 7. O da 5 75 75 8-də 9 9 8-də 70 75-də 72 3 qaldı. 400-də 3 qaldı. 499-un üstünə 1 eləyəcək. 500 cavab 500. 9 Bazar Dözü zirvəsinin hündürlüyü 4466 metrdir. Qabaq Cəfər dağının hündürlüyü bunun yarısını 100 metr alçaqdır. Ceyran dağının hündürlüyü Qabaq Cəfər dağının hündürlüyünün 1/3 hissəsinə bərabərdir. Əvvəlcə hesablamadan dağları hündürlüklərinə görə artan sıra ilə düz, sonra isə dağların hündürlüklərini hesablamaqla cavabı yoxla. Bazar düzü hündürlüklərinə görə yazırıq. Bazar düzü, Qabaq Təpə, Ceyran dağ. 4466-nı 2-yə bölürük 2333. 2333-dən 100, 2133. 2133-ü 3-ə bölürük, vururuq 1-ə, 711. Deməli, Bazar düzü 4666, Qabaq Təpə 2133. Ceyran dağ 731. Belə dostlar, bu gün də sizə ev tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyiniz oldu. Əgər bəyəndinizsə, videonu bəyənməyi, paylaşmayı və kanalıma abunə olmağı unutmayın. Hələlik.